Çox xahiş edirəm. Verilişlərə limit qoyun. Hara qədər danışıla bilər. Qonaqlar aşağılanıb efirlərdə. İcazə verməyin, çox xahiş edirəm. Ailə dəyərlərini məhv eləyir bugün televiziyalar. İcazə verməyin, xahiş edirəm. Biz dəyərlərimizi sabah axtarıb tapa bilməyəcəyik. Biz sabah heç bir halda 14, 15, 16 yaşlı yeniyetməyə başa sala bilməyəcəyik ki. Yaşlı adamı görəndə ayaq üstündə dur, yer ver. Biz başa sala bilməyəcəyik. Bilirsiniz niyə? Çünki o yeniyetmə görür ki, o yaşlılar bizim efirlərimizə aşağılanırlar. Gəlir efirdə boşanır. 3 dəfə də o efirdə ərə gedir təzdən. 2 ay bunda, 1 ay bunda, 1 həftə bunda. Biz onu qəhrəmanlaşdırırıq. Nə göstərir biz efirdə? Dişlərini qoydururlar, burunlarını kəstirirlər, üzlərini dartdırırlar, uzun yubkanı qısaldırlar. Vallahi o efirlər bizə yaraşmır. Bu biz deyilik. Özümüzü özümüzdən çıxarmayaq, özümüzü dəyişməyək, o bizə heç nə verməyəcək. Evdən qaçan gəlinlərin sayı çoxalacaq, uşağını gecə ilə yatızdırıb, 2 dəfə danışdığı oğlana qoşulub gedən gəlinlərin sayı çoxalacaq ki, çoxalır.